Beynini patlatırım senin. Ne pulu ver diyen de pulu ver. Görmüşsen abi ya. Abi narkotik senden neler aldı? Kardeşim kuaför salonunda güne 300-400 manat para kazanıyordum. Neyim almadı ki? Pulum gitti, ailem gitti, kariyerim gitti. Tek tek her şeyi elimden aldı uyuşturucu. Demedim ben size bunları verin bana. Narkotik benim ailemi dağıttı. Narkotik tek seni yok, doğmalarını da yaralıyor. Narkotik məni cinayətə sövq elədi. Narkotika görə var-dövlətimi itirib küçələrdə qalmağa məcbur oldum. Narkotika yox demək, həm özünü, həm də cəmiyyəti qorumaq deməkdir. Narkotik mənim sağlamlığımı əlimdən aldı. Qolumu itirdim. Bundan sonra həyatdan bir əlli yapışmalı olacağam. Narkotik məndən karyeramı, uğurlarımı aldı. Mən bir daha çempion ola bilməyəcəm. Güc məndədir, narkotikdə yox. 62 yaşım var, nə ailəm var, nə də uşağım. Bir anlıq həzz illərimi buc edə bilər. Narkotik məni 30 il cəmiyyətdən ayrı saldı.